şeydir, Zeyd böyüyəcək. Zeyd böyüyəcək. Axırıncı son aylarda mən bu pilləkənlərə necə çıxıb düşəcəm bilmirəm. Özdə tərslikdən axırıncı aylardan köçəcəyik bura. Yəni indi Zeyd 6 aylıqdır. Zeyd 7 aylıq olanda köçəcəyik bura. 7, 8, 9-cu ayları bu pilləkənlərə mən hər gün çıxıb düşməli olacam. Təsvir edin. Lift lazımdır. Sağ olun, ben mebellerimiz geldi bu arada. Sağ olun, ben almayayım. Sağ olun, ben almayayım. Lift. Pul jurnalisini alma Ophelia. Pul jurnalisini alma Ophelia. Məncə səhv anlamam. Sadəcə maşallah evinizdə özünüzdə sambalısınız. O jurnal çox ucuzlaşdırır sizi də, evinizdə. Evinizdə süperdir. Ucuzlaşdırır deməyək. Ucuzlaşdırır deməyək. Çox sağ olun bu arada. Şəhriyar da dünən videoda dedi ki, Ophelia pul jurnalisini bəyənməyib. Hətta məndən küstü bəyənmədiyimə görə. Bizim evimizi mən elə dizayn edirəm, neoklasika üslubunda. Yəni nə çox klasik eləmirəm, nə də çox modern eləmirəm də. Nə çox ağappaq eləməmişəm, nə çox bu biri evdəki kimi boz, qara, tünd tonlardan istifadə eləməmişəm. Yəni yumuşaq bir dizayn vermişəm də evə, anladınız mı? O pul jurnalisi mənim gətirdiyim üslubla uymur. Ona görə mən bəyənməmişdim. Bir də ki, bizim evdə balaca o jurnalli masanın üstündə inanırsınız mənə kleydən tutmuş hər cür şeyə qədər var. Adı nədir o? Hər cür şeyə qədər var. Ləkəyə qədər var. Əslində onun üstünə kley dağıdıb, üstünü cızıblar, yazıblar. Yəni o indi aldığımız pul jurnalisinin üstü şüşədir. Təsəvvür edin, bir dənə əl qoysunuz belə jurnalistin üstündə bir nə boyda əl ləkəsi qalır. İndi təsəvvür edin, uşaqlı evdir də. Mənim uşaqlarımda sərbəst böyüməyə öyrəşiblər. Yəni, ay o dağılmasın, o səliqəli qalsın, belə uşaqlar deyirlər. Yəni, rahat dağıdıb sökən uşaqlardırlar. Və ora bir dənə stəkan qoydu, şirin çay dağıldı, bir dənə kofe dağıldı ki, hər gün evdə demək olar ki, bir dənə şirəli bir şey dağılır bir yerlərə. O jurnalini qalmayacaq. Yəni həqiqətən qalmayacaq. Mən onu düşündüm ki, yəni bu bizim evə uyğun deyil, uşaqlı evə uyğun deyil. Həqiqətən uyğun deyil. Heç bürkülü evə də uyğun gəlmir. Barmaq izi